Hər kəsə salamlar. Gəlin bugün çox mühüm bir proses haqqında danışaq və bunun anlaması bizə kömək eləyəcək yaxınlarımızla, özəlliklə uşaqlarımızla daha sevəcən və doğma, səmimi bir münasibət qurmağa. Bu halı, bir növ danışacağımız halı, mən pisəm halı adlandırıram və bunu biz günlər ərzində o qədər yaşayırıq ki, sadəcə müşahidə edə bilmirik. Çünki bir şeyi müşahidə edə bilmək üçün insan gərək bir növ ilk öncə bu barədə bir məlumat olsun. Anlasın ki, belə bir proses var. Məsələn, ondan sonra onu götürür, başlayır artıq öz daxili dünyasında müşahidə eləməyi. Mən pisəm nədir? Gəlin bunu daha asan bir növ misal üzərindən gedərək anlamağa çalışaq. Məsəl üçün, təsəvvür edin, sizin dünyanızda iriyənc olan bir şey. Məsələn, bu fırtdalıq ola bilər, kimisə tüpürcəyi ola bilər. Hansısa iriyəndiyiniz bir böcəyə, bədəninizə toxunuşunu təsəvvür edin. İnsan necə belə tez özündən şey eləmək istəyir, ya da kimisə tüpürcəyə düşdüysə, tez gedib bir 10 dəfə əlini yumaq istəyirsə, ya da kimisə fırtdalığına əlini dəydisə, stolda, masada, nəsə belə tez gedib necə onu özündən silməyə çalışır. Ya da hətta mürəkkəbləşdirən, məsəl üçün bir xanım düşünə bilər, hansısa kişinin seksual cəhdini, ona fiziki olaraq yaxınlaşma istəyini və əgər siz o kişini bəyənmirsinizsə, iriyənirsinizsə, onu özünüzdən necə belə itələyib rədd eləmək istəyirsiniz, belə bir şey düşünün. Baxın, bizim dünyamızda mən pisəm adlandırdığımız çoxlu proseslər var, hisslər var və biz onları eyni belə özümüzdən rədd eləməyə çalışırıq. Yəni, bu mənə aid deyil. Özümüzü onlardan yuyub təmizləyib, mən yaxşıyam halında saxlamaq istədik. Niyə? Çünki təkəmmül yolunun ilk prosesində, harada ki, orta statistik insan, hamı oradadır, biz necə oluruq? Biz çox dar düşüncəmiz olur və hər şeyi ağ-qaraya və yaxşı və pisə bölürük. Əgər pis və yaxşı varsa, hansı insan istəyər özünü pisə aid eləsin, düzdür? O da istəyəcək ki, mən yaxşı olum. Və pis adlandırdığım bütün hər şey isə özündən rədd edib, bir növ paralel dünyaya göndərirəm, hansı ki yoxdur, onlar yenə də mənim içimdə qalır və məni dəfələrcə tətikləyər. Amma mən düşünsəm ki, məndə bunlar yoxdur, ona mən sadəcə qəribə olaraq düşünürəm ki, axı bu insan mənə niyə belə davranır, heç mən bilmirəm niyə mən beləyəm, heç mən bilmirəm niyə belə olur, bilmirəm, çünki o prosesləri görməzdən gəlirəm. Niyə? Çünki mən onları pis sayıram. Gəlin çox ikinci misal, asan misal üzərindən gedək. Təsəvvür elədik ki, bir ailədir, xanım işləmir və evdə uşaqlarla, yoldaşınsan girib evdən işdən gələndə çörək alarsan. Təsəvvür elə ki, bu ailədə adətən təndir çörəyi yeyilir və yoldaş evə niyəsə gəlir zavod çörəklə. Və xanım deyir ki, niyə zavod çörəyi aldın? İndi təsəvvür elə həyat yoldaşı, hansı ki, özünü o an günahkar hiss edir ki, buna, yəni, özəlliklə həyat yoldaşı deyirsə ki, biz nə vaxt zavod çörəyi yeyirik, sən bilmirsən, biz həmişə təndir çörəyi yeyirik. Ya da deyə bilər ki, axı mən spesifik olaraq sənə dedim təndir çörəyi alarsan. Və o insan özünü pis birisi hiss edir. Əzəliklə də üzərində işləmirsə, əlbəttə ki, onun içində bu qədər emosiya qalxır ki, həm məndən istədilər, mən yarıtmadım, məndən indi narazıdırlar, mən pis həyat yoldaşıyam, mən düzgün dinləmədim, mən gətirmədim məndən istəniləni. O halı mən tanımıramsa, məndə o qədər emosiya qalxır, mən ona dözə bilmirəm və avtomatik olaraq mən pisəm halından canımı qurtarmaq üçün mən atıram bu günahkarlıq hissini bir növ həyat yoldaşımın üstünə və deyirəm ki, sən mənə demişdin ki, təndir çörəyi alarsın. Yoldaş deyir ki, necə sən bilirsən də biz həmişə təndir çörəyi yeyirik. Yox, sən deyərdin də, sən bilirsən mən necə yorğunam. Sən bilirsən mən bugün nə qədər işləmişəm. Cəmaatın evə gətirməyə adi çörəyi yoxdur. Sən burada mənə təndir davası döyürsən. Cəmaat acından ölür. Başa bilsən nə var? Nə çörəyi istəyirəm, nə yeməyi istəyirəm. Part gedir, tanış gəlir. Gedir, qapını çırpır, otağı heç yemir, məsələn. Ya da gitsə də haram edir xörəyi, zada hər şey yeməkdən qabaq, yemək ərzində hər şey. Bu insan özünü pis hiss elədiyi üçün, günahkar hiss elədiyi üçün, özəlliklə də, məsəl üçün, aqressiyadır, paxıllıqdır, yəni pis adlandırdığım hisslərdən, qısqanclıqdır, günahkar hiss etdirən hər bir nə şey varsa, biz onu özümüzdə saxlaya bilmirik. Çünki onun emosiyaların prosesinə dözmək dəhşət çətin olur. Özəlliklə də biz o prosesləri normallaşdırmamışıqsa və tanımırıqsa. Ya da başqa bir situasiya verim. Məsələn, nə qədər olub bizim həyatımızda ki, Instagramda hansı xəstə uşağı məsəl üçün paylaşırlar ki, pul yığırlar. Ya da heç unutmaram, bu son dəfə İstanbulda olanda
Təsəvvür edin ki, biz rəfiqəmlə gedirik, nə bilim, Qalata Güləsin yanına və orada keçəndə biz danışırıq, yeyir, içirik, danışırıq, gedib orada nə yeyəcək falan filan və keçirik yolda görürük, oturub uşaq bir 7-8 yaşda arıq uşaq dizlərinin üstündə qara meşoku parçalayıb zibil ilə dolu, yəni yeməklərin artığı ilə dolu, orada nə bilim pizza artıqları falan filan var belə və oturub onları orada yeyir. Mən sizə yəni halımı təsəvvür edə bilmərəm ki, necə də pis də hiss elədim. Anında mən pisəm hissi qalxdı məndə. Və mən başladım, ay Allah, mən necə insanam, mən heç kömək eləmirəm, gedək başı cöbəcə belə qurumlara düşünüm, bu uşaqlar niyə belədir, bunun atası anası niyə yoxdur, bu ölkə niyə bunlara baxmır, baxın özümü pis edirəm, atıram başqa şeylərin üstünə. Az qalıram belə bu mən pisəm hissindən qurtulmaq üçün, mən günahkaram hissindən qurtulmaq üçün anayam axı da, mən də hisslərim oyanır. Gedim o uşağa az qala sahiblənim, özümlə aparım evdə, yedizdirim, nə bilim, haqa gətirim, özüm böyüdüm kimi hisslər. Nəysə, keçirik. İndi rəfiqimlə bir tərə başımızı qatırıq ki, o emosional haldan qurtaraq özümüzü, düşünməyək. Təsəvvür edin, səhərsi gün. Biz artıq maşında keçirik, yəni o hal mənimlə gecə belə qaldı, onu demək istəyirəm. Səhərsi gün maşınla keçirik və nə görsək yaxşıdır. Copy-paste, eyni senaryo. Eyni uşaq, eyni meşokun qarşısında, eyni o yemək artıqların qarşısında, eyni məkanda durub və eyni şeyi edir. Və anında birinə başa düşürük ki, bu necəsə belə qurulma bir şeydir sanki. Yəni nə oldu elə eyni yerdə durub da, eyni meşoku açıb, eyni yemək artıqlarını yeyir və başa düşdük ki, bu bir növ ya uşağın anası tərəfindən, ya onun sahibi kimdirsə tərəfindən qurulmuş bir şeydir ki, bəlkə uşağa pul verilsin və s. Psixika nə edir? Anında o situasiyadan belə fürsətlənir və deyir ki, mən başladım rəfiqimlərə, görürsən, bu yazıq uşaqlar bəlkə də ac qalmazlar, gör onları bu hala salan insanlar, yəni özümü içimdə rahatlamaq üçün, o mən pisəm hissindən qurtulmaq üçün əlimə fürsət düşdü ki, əslində bu uşaq acından ölmür, əslində bu uşaq pis bir durumda deyil. Onu qəsdən belə film kimi, senaryo kimi salırlar ortaya ki, sadəcə bizlərdən, o ürəyə ağrıyan yaxşı insanlardan pul soğursunlar. Görürsünüz necə baş verir. Amma mən bu prosesdən hamısını özümdə müşahidə edirəm. Ya da, məsələn, əgər hansısa xəstə uşaqlara bir ana olaraq, insan olaraq anda can yanı, adam istəyir hamısını xilas edəsən, düşünürsən ki, bu mümkün deyil, hamıya sən yardım edə bilmərsən və bir növ başlayırsan deməyə ki, bunlar da elə nə qədər paylaşırlar, insanı günahkar istilətdirmək üçün qəsdən belə rəsmlər qoyurlar, nə qədər mən insan şey elə bilərəm, mənim özüm də ehtiyaclarım var falan filan, sanki kimsə bizi məcbur edir o tərəfdən, o insan sadəcə öz dərdini paylaşır və dəstək gözləyir. O bizim qapımıza gəlib demir, ay gün sən mənə pul vermirsən, sən pis insansan. O mən pisəm hissi kömək eləmədiyimə görə məndə oyanır. Ona görə mən bütün proseslərə əl atıram. Ya hisslərimi dondururam, eşidirəm ki, dünya belədir də, dünya pisdir. Biz belə gəlib belə gedəcək, yazıq yetimlər belə öləcək. Nəsə belə də dondururuq, belə fəlsəfəli cümlələrlə danışmağa başlayırıq. Amma dondurmasaq, o mən pisəm içində qalsaq, biz görəcəyik ki, aman Allahım, yəni mən o ilk gecə o uşağı orada görəndə, gecə yuxuma belə girdi. Yəni o hala, emosional hala dözmək necə çətin olur, görəcəksin. Amma o halda qalmaq lazımdır ki, davamlı olaraq mən pisəm halını tanıya bilək, onu müşahidə edə bilək, onunla işləyə bilək, bəlli bir nəticələrə gələ bilək. Bəlkə nəticə sonunda əksinə kiməsə gedib məsəl üçün yardım etməyə də başlayacaq. Yəni demək istədiyim budur ki, biz bu halları tanısaq, biz özəlliklə yaxınlarımızla onları günahkar hiss etdirmədən gözəl münasibət qura bilərik. Və ya məsəl üçün belə bir səviyyədə təsəvvür ki, anadır, ayrı büdcəsinə pul qatmaq üçün işləməyə məcburdur, uşağı bağçaya verir. Uşaq da hər gün ağlayır, bağçaya getmək istəmir, mama getmirəm, mama işləmə. Ana da özünü günahkar hiss edir, bu prosesləri özündə tanımır. Pis bir ana kimi hiss edir ki, uşağını atıb bağçaya.
Deyir ki, axı mən işləməyə məcburam. Bax sən axı mağazaya girəndə deyirsən, mama bu oyuncaq al, bu oyuncaq al, bu şirin şey al, onu al, bunu al. Bəs mama işləməsə necə sənə bunları alacaq? Axı sən istəyirsən bunları. Fikir verin. Elə bil ki, mən bir sana deyirəm, günahkar uşaqdır, o məndən bunun şeyləri güya istəməsə, mən işləmərəm də. Çünki o mən pis anayam halında qalmaq çox çətindir. Əslində mən pis ana deyiləm. Mənim səbəblərim var bunları eləmək üçün. Axı primitiv prosesdə bizim ilk hiss elədiyimiz o mən pisəm halıdır və biz onu tab gətirə bilmirik, rədd edirik, atırıq. Daim uşaqlarımızı belə bir şeydə günahkar hiss edirik. Əslində uşaqlarımızı biz dinləsək, onlar həmişə bizə çox önəmli bir informasiya ötürür bizim haqqımızda. Amma biz mən pisəm durumuna tab gətirə bilmirik deyə məcburən atırıq bunları öz üzərimizdən. Ya emosional olaraq dondururuq və vecimə deyil, bu dünyada baş verənlər, mən baş verənlər, vecimə deyil, mən vecimə deyil, mən aslında bunlar belə şeylər narahat eləmir halına giririk. Ya da emosiyanın içində qalırıqsa, mən pisəm halına dözmürük, o emosional partlayışlar baş verir və o partlayışla birlikdə atıram mən o pisliyi başqasının üstünə, mən təmizlənirəm, sən pis qalırsan. Çünki əslində bu mənim emosional halımdır, düzdür? O insan mənə qəribə bir reaksiya da verə bilər. Narazı, məsələ demişdim, mənlə sən həmişə belə edirsən, bir dənə çörəyi evə gətirə bilmirsən deyə bilər. Amma mənim içində yaranan aqressiya mənə aid olan bir şeydir. Və mən bunu o tip reaksiyanı verən yoldaşımla belə fərqli yolda həll edə bilərəm. Əgər mənim təkəmmül prosesim gedirsə. Əgər hər iki insan təkəmmül yolunda işləyirsə, onda onlar ikisi bir-birinə çox asan yola verəcək. Amma təsəvvür edək ki, hər iki cütlükdə hər iki insan, ya da fərqi yoxdur, iki kolleqadır, iki qohumdur. Təkəmmül yolunda o dar düşüncə səviyyəsindədir, ağ-qaranın içindədirsə, onda hər iki insanın içində eyni tipdə partlayış baş verir. Hər iki insan öz pisliyini özündən rədd etmək istəyir və mən atıram çirkli sandığım şeyi sənin üstünə, sən atırsan mənim üstümə və bu elə bir növ bir çirkli gölməçənin içində bir-birimizin içinə palçıq atmaq bir kimi oyuna çevrilir. Və heç birimiz özümüz haqqında heç bir şey anlamırıq, emosiyalarımıza sahiblənməyi və tanımağı öyrənmirik və içimiz boş qalır. Çox zaman biz deyirik ki, mən yarımçıq istəyirəm, boş istəyirəm. Biz o yarımçıqlığı hiss edirik, çünki özümüz haqqında çox informasiyanı rədd edirik. Aspektlərimizi, tərəflərimizi rədd edirik. Amma onları sahiblənəndə həyat bir növ rənglənməyə başlayır. Çünki bizim daxili dünyamızda əlavə rənglər, çalarlar artanda biz dünyaya da eyni o rənglərlə baxmağa başlayırıq. O belə boz, ağ, qara dünyadan deyil. Bu qədər bugün demək istədiklərim bunlar idi. Mən pisəm halını sanki başqalarında baş verir, məndə deyil deyə düşünmə. Bu çox mürəkkəb prosesdir, çətindir özündə bunları tanımaq, görmək. Biz başqalarında daha asan müşahidə edə bilirik, amma ilk əlbəttə ki, sən asansa başqalarından başla, amma sonra özündə bu prosesləri öyrənməyə çalış. Çünki özəlliklə biz xanımlar Instagramda çox otururuq, istər mənim, başqa 1000 dənə insanın videolarına baxırıq və bizə elə gəlir ki, mən bu informasiyanı məntiqli olaraq bilirəm və Aygünü qulaq asdım, bilirəm, onu mən bunu tanıyıram, müşahidə edirəm və özümdə bununla işləyə bilirəm. Yox, bu elə deyil. İnsan adətən, yəni bunu mənə hər kliyentim deyib. 100%'lıqla hər kliyentim deyib ki, Aygün xanım, mən bütün sizin danışdıqlarınızı başqa insan haqqında kimi düşünürdüm. Əmin idim ki, məndə yoxdur, amma indi seanslarda görürəm ki, məndə də var və bunları artıq tanıyaraq mən özümə, real özümə daha çox yaxınlaşa bilirəm və real özümdən həyatda bir növ ayaqlarımı yerə köklənərək, möhkəm duraraq yaşaya bilirəm və həyatım dolu olmağa başlayır. Ümid edirəm sizə yardımcı ola bildim bugün. Siz də mənə şərhlərdə fikirlərinizi paylaşın, like'larınızla dəstəkləyin. Mənim üçün çox önəmlidir kanalımın böyüməsi üçün. Biz sizinlə gələn həftə yenə görüşəcəyik. Sağ olun.